özünüzü təqdim elə. Qəbələ rayonu Zalağan kəndi Əliyev Sabri Əlbanov. Siz bizə müraciət eləmişsiniz. Yəni bizim redaksiyona ilə bağlı müraciət eləmişsiniz. Polislə barədə. Polis barədə. Biz sizdən müsahibə götürük, etiraz eləmişsiniz. Xeyr. Yəni hadisənin nə cür baş verdiyi barədə xahiş edirik, əvvəlcədən bizə məlumat ediniz. 2010-cu ildə mart ayının 4-cü günü Aha. məni polis idarəsinə çağırdılar. Nə ilə bağlı? Pul barəsində. Nə pul? Yəni Elə bir ki, kiminsə Əhmədov Elmanın mənə borcu var. Aha. Ona görə çağırdılar. bunu Əhmədov getdim. Ölman hansı kənd sahibi? Zalağan kəndi. Onun qohumu Babayev Anar orada tədqiqatçı işləyir. Babayev ana polis şöbəsi. Qəbul olaraq polis. Bəli, bəli. Aha. Çağırdı dedi ki, sən Əhmədov Elmana pul vermişsən, dedim bəli. Dedi o puldan vaz geç. Dedim nəyə görə? Dedi ki, elə deyirəm sən. Sonra hədə qorxu gəldi. Hədə qorxu gələndən sonra dedi ki, mən dedim nəyə görə mən pul vermişəm bu kişiyə, pulumu mən nətər şey eləməliyəm. Aha. Fakta bu belə olur, bu göydə Allah. Dedi sən bu puldan vaz keçməsin. 3 nəfər gətirib kətdədir, kətdə deyir oğurluq olur, qoyun oğuram. Sənin üstünə şər ataram, 3 nəfər gətirib otaqdan salamam. Vüqar deyir. Bəli, Babayev Anar. Babayev Aha. Anar. Bəli. Mən də daha çəkindim. Dedi ki, ki mən harısı 1-2 saatda saxladı. Dedi ki, sən istəyirsənsə, başın salamat olmanı istəyirsənsə, yəni 500 manat gətir, bu işi yola verək. Mən də belə cibimdə var idi, çıxarıb oradan 500 manatı verdim. Mən hüquqlarımı bilmirəm. Qorxumdan çıxardığımda 500 manat verdim. Bir ay keçməmiş. Şikayət elədin, sonra da qayıdıb 500 manat almışsın. Ay sonra 500 manatı pul verdim. Yəni ki, aralaş da, yəni sakit dur. Bu söhbət olmasın. Şikayət eləmək. Bir də söhbət olmasın. O da gördü ki, mən hüquqlarımı bilmirəm. Bir ay keçmədi. Sənan, tədqiqatçı Sənan. Aha. Onun familiyası yadından çıxıb. Tədqiqatçı falan. Bum kəndi. Bəli, Bum kəndi. Tədqiqatçı Sənan. Ağabalov. Aha. Ağabalov. O çağırdı mən. Bir ay keçmədi. Aprel ayın 18-i. Aprel ayın 18-i çağırdı məni. 1000 manat dolar aldım da mən. Sənan niyə aldın? Sənan məndən, onun Əhmədov Elmanın qardaşı ilə bir balaca aramızda söhbət yaranmışdı. Əhmədov Elmanla görə. Ki, mən pulumu istəyəndə, o da dedi ki, bəli, bu söhbət olmasın. Getdim, məni çağırdılar, Sənan gibi. Orada onlar da mənə xox gəldi, məni saldılar otağa. Səhər salan saat, gecə saat 12-də bırakdılar. Ondan sonra 1000 manat Əfqan müəllimi alıb verdi. Dedi ki, Əfqan müəllim dedi ki, Əfqan müəllimlə işləyir. Zamləkəndik. Aha. Dedi ki, 1500 manat Əfqan müəllim pul istəyir. Mən atın yaxşı anonslar, mən hüquqlarımı bilmirəm. Mənim məcəllələr qoyur qabağıma qardaş, mən bilmirəm hüquqlarımı. Məcəllələr qoyur qabağıma. Mən də yəni atın yaxşı anın yalvar, yaxar, uşağım orada pul gətirir. Oğlum. 1000 manat. Ondan sonra məni bıraxdı. Aha. Sonra bu ünvandan bunların havadarları var da. Kimlər mənə pul borçlu havadarları var. Borç verdiyim adamlar. Polislərin havadarları var. Sonra dekabrın 6 günü Quliyev Ramindən mən noyabrın 5-in Quliyev Ramindən mən pulumu istəmişdim. Quliyev Ramin kimdir? Ramin Ağdamlı balasıdır. Vayende hərbicikdə yaşayır, həm də orada işləyir. Bu adam da gedər Əfqan müəllimə şikayət edir ki, Sabir mənim üstümə hücuma gəlmişdir. Mən də qardaş, hücum söhbəti olmayıb, məni çağırdılar səhər-səhər. Uçaskı sahə, yox, Sovet sənə. Nahib müəllim dedi ki, sizi dekabrın 6-sı, sizi Əfqan müəllim çağırır. Rəhimov Tofiqlə mənə. Rəhimov Tofiqin adınadır o pulla, müqabilə ilə. Həmən müqabilənin də məndən pul müqabiləsi 1000 manat. Bəli, mənim pulum da Rəhimov Tofiqin adınadır. Onu ora çağırandan sonra məni Əfqan müəllim, ular Sənan Gelzad, tədqiqatçı Elçin. Məni sorğu-suala tutdu, dedim ki, xeyr, pul mənimdir, Tofiqin adınadır. Söz deyir, şeyin qabağını kəsmişsiniz. Dedim ki, mən heç kimi qabağını kəsməmişim. Sadəcə, noyabr ayında demişəm, mənim pulumu gətir. Noyabrın ayın 5-i, bugünkü kimi yadımda. O dedi ki, yox, siz onun üstündən hücum eləmişdim, ay ki, qardaşım, Allah görməmişim. Yəni bu işlərlə, bu ünvanla, mənim işarədir məni işarədir. Ondan sonra bizi saldılar bir otağa. Hardasa 3 aralarında bizi apardı Əfqan müəllim yanına.
Əfqan müəllim yanında dedi ki, sən lota çıxmısan deyib, yanında da 4-5 dənə saçı. Polisləri. Quli İbrahim'in də böğründə. Rəhimov Tofiq də böğründə. Durub gəlib 3 dənə yumruq qoydu. 3 dənə yumruq qoyan mənə dizim bəh yerə dəydi. Bəh yerə dəydi dizim, sonra qalxdım. Əlim buradan qoydu, 2 dənə atarım. Əfqan. Bəli, bəli. Sən atarım. Ondan sonra saldılar bizi otağa. Həmən dejurnu da, polislər otağa gedir. Ayrı dejurnu var. Oradan sonra axşama kimi oturdum. Saat 7-8 olardı bu. Təxminən neçə saat oturdunuz? Səhər saat 10-da gedən, axşam 12-də buraxdılar. 12-də buraxdılar. Ondan sonra məni çağırdı Azər. Azərin familiyasını bilmirəm. Azər. Axtarış şöbən rəisi. Azər zad Sənanla ikisini otağına çağırdı. Azərin otağına. Sənanla Azər dedi ki, 1000 manat Tofiq sən gəl, 2000 də sən. Tofiq 2000 nə taxtı var, pul mənimdir. Tofiqin sadəcə şəxsiyyət vərəqəsidir orada. Mən daha dedim, məndə vallahi pul yoxdur. Dedi, yoxsa sənin başı oynaşır. Səni statyalar gözləyir, məcəllələr. Mən də savadım yoxdur qardaş. Məcəllələr. Mən elə oldum qardaş. Bunlar saxladı bizi, apardı saldı deyir. Sonra bir də gətirdi məni Sənan. Rejustqanın arxası. Bəli, Sənan bir də məni gətirdi. Dedi ki, Sabir, Əfqan müəllim 3000 gətirməsin sonra məcəllələr gözləyir. Mən yalvar yaxar. 1550 manata saldım. Yalvar yaxar. Güya ki, mənim cinayətim var. Ondan sonra Tofiqi buraxdılar evə. Tofiq gəldi evə. Tofiq gəlib şəxsiyyət vərəqələrini aparıb verdi Sənana. Bir xarici şəxsiyyətim var. Bir də milli, Azərbaycan. Tofiq oraya verəndən sonra məni buraxdılar. Gəldim səhəri şabaldımı çıxartdım. Sonra almamı yığdım. Gəncəyə aparıb, Gəncədə satıb gəlib 1500 düzəldi. Bir dənə danam var idi. Onu satdım. Aparıb Sənana 1500 Əfqana 1500 manatı pul verdik. Ondan sonra belə buraxdılar. Sonra dekabrın 24-də Əhmədov Süleyman 10.000 notarial qaydada mənə pul borclayıb, 9500 manat. 1550 manat əmmi olmaları, o da fındıqdır. 750 kilo fındıqdır. Əhmədov Süleyman da. 8000 də notarial qaydada mənimdir. İndi 24-də bir fırıldaq qayırdı, ayın 24-də gün. Dekabrın 2010 ayın 24-də. Dekabr. Bir fırıldaq qayırdı, aparıb yenə mənə saldılar içəri. 500 manat da onda babaya ehtibara vermişəm. Zamnəkənli, 3-cü. İndi perevod olmuş. Ay oldu, İmişlidə perevoddur, bəli. Bəli, savadım olmasa biləm kim nədir. Hansı yuvan quşlarıdır bunlar. Qardaş, bunlar məni bu ünvandan bax bu vəziyyətə saldılar. Cəmaatda da hal-hazırda, cəmaatda da pulum batıb, mən cəmaatda pulumu almağı qoymurlar. Dövlət qətnaməsi. Notarial qətnamələriniz var. Bəli. Hal-hazırda il yarımdır. Maaşına gedir 50-40%. Bu pulu alamıram. Buna parmaq eləyərlər ya Əfqan müəllimdir, ya da Aydın müəllim. Onun qohumu, uçaska rəisi. Mənim qapıma gəlib, mən evdə olmamışam. 2011-in mart ayının 12-ci günü yoldaşım gəlib. Süleyman piyan vəziyyətdə dərvazadan girib içəri. Mənə pul borçlan, Əhmədov Süleyman. Piyan vəziyyətdə girib, dalında da Süleyman ki, uçaska rəisi Aydın var. Deyib, xanım bu izə gəlib deyib ki, mən uçaska rəisi Aydınam, Aydın müəllim. Süleymanı narahat eləməsin zəng edib. 10 günə kimi sizin pulu veriləcəm. Mən zaminam. Sahəm vəkili. Bəli, mən zaminam. Bəli. Heydərov Aydın Məhərrəmoğlu. Deyib ki, mən zaminam, 10 gün narahat olmayın, 10 günə kimi anam. Sizin pulunuzu gətirib, mən veriləcəm. Zaminam. Bəs hanı bu pul? Birinci gündə qoymur. Məhkəməyə, yox, bu qətnamə çıxmış qətnamədir. Bu işlər oldu. Siz artıq o işi qutardan sonra gəldik, qətnaməmiz çıxıb. Bizim qətnaməmiz çıxıb. Qətnamə çıxıb, niyə icra eləmlər? Nə qədərə qətnamə çıxarıblar? 2011-də qətnamə çıxıb. Kimlərə, yəni borcu sənətlə vermişsiniz? Bəli, sənətlə, hamısı sənətlə, hamısı sənətlədir, əl yazmalardır, öz dəstə xətlərdir, pasportlardır, dövlətidir. Qəbul məhkəməsi qətnamə çıxarıb? Bəli, qətnamə çıxardıq, sənətlərə baxıb qətnaməsini çıxardıq. Möhtərəm hakimimiz. Burada indi hamısı göz qabağında olan şeylərdir. İndi elə oyun oynayırlar ki, mənə qarşı. Mən güya cinayətkərəm, mən güya ki, baş kəsələm, mən güya ki, silahla çıxıram bunları qarşı. Bir şey deyildi, mən sizdən bir şey soruşum. Yəni, sizin
çıxarılıb. Yəni Bəli, məhkəməyə müraciət edən- 2011-ci ildə qətnamələrim Aha. çıxıb, hal-hazırda heç biri də icra olunmur, icra olunmağı da qoymur. Niyə? az Bəs siz tərəflərdən. bayaq dediniz ki, Şəki apellyasiya məhkəməsi. Şəki apellyasiya nə verib? Şəki apellyasiyada 7-si günü Şəki apellyasiyada bu ayın hansı ay idi bu qardaş? 7-si. Bu ay fevral ayı. Fevral ayının Mart ayı. 7-si günü, ha, Mart ayı. Mart ayının 7-si günü bizim apellyasiyada məhkəməmiz olur. Aha. Orada da məhkəmə sual cavab elədi onlara ki, sizin sənədləriniz varmı? Deyib ki, xeyr. Niyə almamısınız? Bəs Əliyev Sabir sizdən sənəd alıb. Aha. Sizin dilimizdən dəstəxatla sizə pul verəndə sənəd alıb. Deyir ki, biz vermişik pulu, sənəd almamışıq. Və o nətər hansı hara yazaqdınız? Siz vermişsiniz, pulu almamışıq. Bu hansı məqsədə çıxan işlərdir? Nə Ha. qəbul elədi bəs qətnamədə? Qətnamədə də deyir ki, mən bu qətnamədir. Deyir ki, möhtərəm hakim. Şəki apellyasiya deyir ki, ha mən daha indi belədir verim ki, prokuratoriya öz araşdırsın. Dövlət qətnaməsində də prokuratoriya vermiyorlar. Cənablar. Yox, bir şey deyil. Yəni bu məhkəmə nəyi qətnaməsiyə verəcək? Deyir ki, Prokurorluğa? bu bütün şeylər çıxıb da burada hamısı öz qaydasındadır, öz dəstəxətləri ilə, öz pasportun nömrələri ilə qalır. Aha. Bu sənəd düz gedib ki, bu hansı oyun, hansı burada şeylər, maddi maraqlar gedir ki, bu ləğvini istəyirlər. Şəkilə apellyasiya. Bəli, hansı işə görə bu ləğvini istəyirlər. Həmən onu. Aha. Mənim Əhmədov Süleymanla da başqadır, bu İndi hakim, yoldaşlarla da. yəni siz neçə müraciət eləmisiniz məhkəməyə? Bir icraatdadır yoxsa ayrı-ayrı? İki ayrı-ayrı icraatdadır. Aha. Əhmədov Süleyman ayrı icraatdadır. Bunlar bu 3 nəfər, 4 nəfər ayrı icraatdadır. Bunlarda neçə min manatdır o bilir? Bunlarda 15.000 manat, bunlarda 9.500. 9500. İndi bunların heç biri də icra olunmur. Heç biri bu icraata gedibdir, bir ildən çoxdur icraatdadır. Bugünkü günə kimi icra olunmur. Yox, bir şey deyim. Bəs nə tər bir ildən çoxdur bu icraata verilib, amma bunlar təzədən apellyasiya veriblər. Yox, onlar verməyib. Əhmədov Süleyman verməyib. Aha. Bunlarınki bir ildən çoxdur. 2011 dekabrın 1-i qətnamələrim çıxıbdı. 11 ay gecikib 2012 oktyabrın 22-sində qətnamələrimi qol çəkib götürmüşəm. Siz götürün. Bəli, bəli. Onlar Ki, ola- apellyasiya ola. verdi, onlar götürürlər. Bəli. Niyə? Niyə o qədər gecikib, niyə apellyasiya gecikib? Yanın ki, onların oyunudur bu oyun. İkimizdə. Bu hamı bilər ki, Və onların... apellyasiya məhkəməsi onların arasında təmin elədi, icraat müddətini təzələdi. Bəli, bəli. Mən indi bax qalmışam. Sizin orada vəkiliniz var idi. Bəli, bəli, Rasim, Nuriyev Rasim Sabuhov vəkilimdir. Bəli, çox gözəl də iştirak edibdi. Nə olsun iştirak edib, heç nə. İndi o digər qətnamədə icra olunmur. Deyirsən, O əmək əsl, bəli, notarial qaydada verdiyim hal-hazırda Aha. o icraatdadır, hal-hazırda icraatdadır. Aha. Bir il